Deməli, biz 20 seansdır ki, sizin yanınıza gətiririk, mərkəzə gətiririk Zeynəbi. Zeynəb buraya nitqində çox az söz var idi. Başlayanda tək-tək sözlərimiz var idi. Anlama qavrama da nisbətən var idi. Nisbətən idi. Amma başlayanda Zeynəb buraya gəlməmişdən əvvəl toxunsal problemləri var idi, çox həssas idi, heç nəyə toxuna bilmirdi, çimçəşirdi. Daha sonra geyimlə bağlı problemlərimiz var idi, kompleksləşməklə bağlı problemlərimiz var idi. Saçlarına toxunmağa qoymurdu, saçlarını daramağa, yığmağa icazə vermirdi. Daha sonra dırnaqlarını tutmağı ümumiyyətlə qəti şəkildə ona icazə verirdi. Yəni heç cür bacara bilmirdi, çox inatkarlığı var idi. Nisbətən idi. Amma başlayandan sonra çox bəli, demək olar ki, tam şəkildə cümlə qurur, özünü ifadə edə bilir, sual verəndə cavab verir. İstəyirlərini bilir, komandaları edir. Saçları ilə bağlı problemimiz demək olar, aradan qalxıb saçlarını yığmağa icazə verir. Yəni geyimlə bağlı, anlama qavraması daha yaxşılaşıb, nəyisə onu izah edirəm. Başa düşür, ifadələrini bildirir, istəyini bildirir, əlbəttə istədiklərini. Yəni, dırnaq tutmaq da ki, o məncə bir sehirli üsul oldu həqiqətən də. Çünki heç cür bazara bilmirdim. İndi rahat şəkildə yenə dırnaqlarını tutmağa da icazə verir. Bu günlərin Zeynəbi məzun edirik. İnşallah uğur olsun. Sonraki həyatında. Çox sağ olun.